Vaxtınız xeyir olsun. Bugün ilk videomla karşınızdayım. Benim adım Vəfadır. Taro ile illərdir məşğulam. Ekran karşısında ilk defa sesli olarak Taro açılımı çekeceğim. Bunun için biraz heyecanlıyım. Ona göre qüsuruma baxmayın. Taronu mən həyatımda ilk önce özüm için tətbiq etdim. O mənə psixoloji dəstək oldu. Əlimdən çox tutdu. Ümid edirəm ki, mənim videolarımda sizin üçün xeyir olar, xeyirli olar. Siz nəyə inansaz, o cür olacağımdan əminəm. Və başlayaq. Bugün içimdən nədənsə ilk açılımımı niye sizin aklınızda düşündüğünüz insan özündən bir xəbər vermir, siz ondan bir xəbərsiz. Onun qorxuları nədir və bu gizliliyin sonu nə ilə yekunlaşacaq? Gəlin baxaq. Bu günləri yalnız bir variant olacaq, ona göre sadece necə deyim, bu açılımı özünə yaxın bilənlər videomu izləsin. Eğer ilk baştan size ait olmadığını görürsünüzsə, deməli sizin üçün real, aktual değil və sona kadar izlemeden çıxın. Her Taro açılımında məsləhət görürəm ki, gözlerinizi yumub 1-2 saniyelik sualınız hakkında fikre dalın. Sualın cevabı hakkında değil, önemli sual hakkında fikirləşin ki, cevabı da rahat alabilirsiniz. Bəzən biz düzgün suallar işletmediğimiz için cevaplarımız da yanlış olabilir. Odur ki, çalışın ilk önce suallarınızı düzgün formalaştırın. Başlayaq. Onun hal-hazırki vəziyyəti. Deməli, o hal-hazırda çox istiqamete doğru aktifdir. Yani çok aktif harekettedir. Ola bilsin ki, bu istikametin içerisinde, bu düşüncelerin, bu yönelmelerin içerisinde siz de dahilsiniz. İleriki açılımın davamında buna cevap taparıq. Ama bu insan, ağlınızda fikirləşdiyiniz insan çok yani məşğuliyyəti birçok tərəfə, birçok istiqamətə yönlənibdir. Yəni həddindən artıq müvəffəq işlərin dalınca getməkdədir. Bəs o özünü sizə qarşı niyə göstərmir? Baxın, onun etdiyi bütün cəhlər, onun etdiyi bütün aktiviteler onun nəyinəsə mübarizədə olduğunu göstərir. Əslində mübarizə halındadır və bütün atdığı bu oxların hamısı ona bir silah kimi deyə bilərdik, kömək olur. O nəyinsə hesabını sorur, nəyinsə hesabını çəkir, nəyinsə tələbini irəli sürür. Onun davası əslində bu özüyle de olabilir, öz beynindeki fikirlerle de olabilir. Onu yani ki ilk önce əməllərlə yossaq da belə bir davamında 5 deməli dəyənəyin çıxmağı onu bildirir ki, bu insan özü öz beynində də fikirləri ilə, seçimləri ilə savaş içərisindədir. Onun bu
necə deyim, bəlkə də qorxularından irəli gəlir. Bəlkə də o beynində quraşdırdığı fikirlərdən azad olmaq istəyir və s. və ilaxır. Görək sizin bu fikirlərə, bu savaşlara bir aidiyyətiniz varmı? Və yaxud bu başqa insanlarla bağlıdır bu beynin yiyən fikirlər. Əslində bunun deyərdim ki, sizlə əlaqəsi yoxdur. Hansı ki, bunun mübarizəsi beynindəki apardığı fikirlər və yaxud da həyatda elədiyi mübarizələr deyək, savaşlar deyək, maddiyyatla bağlıdır. Maddiyyatla ilgilidir. Ola bilsin onun işi ilə əlaqəlidir, onun müdiriyyəti ilə əlaqəlidir, onun necə deyim, biznesi ilə əlaqəlidir və s. və ilaxır. Onun qarşı çıxan, onun mübarizədə çox iti fikirdə olan bir çox deməli necə deyim, vacib kəs var. O vacib kəslə əslində onu bağlayan səbəblər iş səbəbidir. Yəni burada açıq aydın göstərir ki, iş və maddiyyatla olan problem və yaxud da ki, anlaşılmazlıq ucbatından həyatı və yaxud da beyninin içərisi qarma-qarışıq vəziyyətdədir. Bəs görək sizə qarşı hissləri varmı? Sizə qarşı hansı hissləri daşıyır? Nə qədər siz onun üçün vacibsiniz? Sizə qarşı onun hissləri. Burada hisslərdən çox onun gələcək haqqında planlarını göstərir. Gələcəyə qarşı baxır əslində. Və o sizinlə gələcək qurmaq haqqında həqiqətən də ciddi fikirdədir. Bəs nə dərəcədə sizi düşünür? O çox xəyallar qurur öz beynində sizə qarşı. Bəziləri onun bəlkə də illüziyadan ibarətdir. Yəni gerçək olmaya da bilər. Düşünürəm ki, onun maddiyyəti ilə bağlıdır yəqin ki, bu düşüncəsində çox gözəl xəyallar qurur. Yəni hər şey sizinlə bağlı olan evlilik, ailə, münasibət, gələcək, imkan, saadət, hər şey onun xəyal aləmindədir əslində. Amma düşünürəm ki, onun bu xəyallar onu özünü də qorxudur. Yəni ədalətin ona tərəf işləməyəcəyindən qorxur, alınmayacağından qorxur. Sizdə sizin istəklərinizi, belə düşünürəm ki, ən çox da sizin istədiyiniz kimi biri olmamaqdan, sizin istədiyiniz kimi bir həyatı ona sizə verə bilməyəcəyindən tədirgindir, qorxur. Darıxırmı sizdən ötürü hal-hazırda? Bəli, çox darıxır. Yəni görə bilirsiniz, həqiqətən də fikri, düşüncəsi yenə də deyirəm sizlə bağlıdır. Ola bilsin ki, işlə bağlı savaşı, onun beyni yiyən fikirlərdə sizi təmin edə bilməyəcəyinin qorxusudur. Sizi çox sevir, sizi çox düşünür. Fikri zikri sizin yanındadır. Yəni biləsiniz, belədir. Yəni hələ ki, amma bu onun düşüncə planlarındadır. Yəni sizə qarşı bu fikirlər, bu düşüncələr, bu hisslər var. Peki bu insan göstərəcəkmi özünü yaxın zamanda?
düşünürəm ki, bəli, yaxın zamanda sizi sizi görüşə dəvət eləyə bilər, sizi hansısa qonaqlığa dəvət edə bilər. Yəni təksiz olmasaz da bəlkə sizi yaxın dostlarınızın ətrafında birgə olacağınız bir yerə apara bilər. Yəni tək də olmayasınız deyə yenə də deyirəm, qorxular onu imkan vermir ki, ciddi, necə deyim, dəyişikliklərə qarşı irəliləsin. Bəs necə ilk olaraq onun hissləri onu sizə qarşı addım atmağa sövq edəcək. Çünki çox darıxır, fikri sizinlə əlaqəlidir. Və bu yüzden çox qəm-qüssə içərisindədir, çox fikir içərisindədir, amma qorxuları ilə də bacara bilmir. Buna baxmayaraq sizinlə yenə də bir ev, bir ailə qurmaq ciddi düşüncədədir. Yəni ötəri bir his deyil, bu bir ciddi gələcək ailə fundamentinin düşünməyinin, necə deyim, planlarının fikri, düşüncəsi də olmağındakidir. Sizin gələcək, yəni bu planlarda, bu düşüncələrdə yaxşı bax görək. Bunlar sizin gələcək bərabərinizin perspektivi nədir? Yəni bu planlar real ola bilərmi? Nə dərəcədə reallığa yer var? Yəni düşünürəm ki, əgər o öz hisslərindən, öz beynində qurduğu qorxularla, burada 2 kartdır, baxın, hətta ikincisi də eyni şeyi göstərir. Yəni özünü bağladığı, özünü sıxdığı, özünü necə deyim, özünü sizdən uzaqlaşdırdığı qorxularından dağıdıb onu aşa bilsə, həmin məqamı keçə bilsə, ötə bilsə, həmin qorxularından azad olsa və özünü saldığı bu ramkadan çıxarda bilsə, haşiyədən çıxarda bilsə, qərar deməli alsa, qərara gələ bilsə, bütün necə deyim, şans, bütün uğur sizin üçündür. Əlbəttə ki, mümkündür. Əksi halda tək qalmaq ehtimalı var. Və bu həyatda çox əziyyət çəkə bilər. Özünün öz seçimsizliyinin mücbatından, yəni sizdən də ola bilər. Aslında siz onun şansısınız, siz onun qismətisiniz, siz onun uğrusunuz, siz onun üçün yəni dəyərli bir nemətsiniz, hansı ki onu əlindən buraxmamalıdır və onu, o hissləri, o var dövləti sahib olan o bütün düşüncələri səpməməlidir, itirməməlidir. Gələcəkdə yaxın gündə, çox yaxın gündə bir səs, bir xəbər, bir işarə alacaqsınız ondan, çünki artıq sizə doğru istiqamət, necə deyim, istiqaməti alıbdır. Yəni yaxın gündə, çox yaxın gündə bütün bu özünü uzaqlaşdırdığı, özünü saldığı bu haşiyədən çıxartmaq ehtimalı yüksəkdir. Yəni sizə məsləhət üçün də çıxardıq. Yəni siz də sizə məsləhət açılımın və bugünkü
Taronun enerjisi deyir ki, geçmişi öldürün. Yani siz de kin saxlamayın. Geçmişdeki olanlar geçmişte qalsın. Yenidən başlamağa cəhd göstərin. Yəni heç nə, heç vaxt necə deyim, geçmiş artıq keçmişdə qalıb. Ölən dirilmir. Yəni geçmişdə yaşadıqlarınız qırğınlıq, inciklik sizi öz avuçuna almamalıdır. Siz onunla beraber qalmamalısınız keçmişdə. Siz gələcəyə doğru gedirsiniz. Sizin haqqınızda bu insanın çox gözəl düşüncələri var. Yəni bu üç kartın üçü də gələcək planlanması haqqında olan ən gözəl kartlardır. Yəni baxın, gələcək haqqında, yəni üçü də ard-arda çıxdı. Başa düşün ki, etap irəliləyirsiniz. Bu ailə necə deyim, yuvaya doğru və gözəlliklərə doğru. Əgər bugünkü açılımdan sizə yaxın bir sizə üçün bir yaxınlıq, özünüzə qarşı, öz həyatınıza, özünüzü maraqlandıran suala qarşı bir yaxınlıq duydunuzsa, məsləhəti nəzərinizdən qaçırmamanız məsləhət görürəm. Ümid edirəm açılım ürəyinizcə oldu. Gələn videolarımda daha dolğun suallara toxunmaq niyyəti ilə sizinlə bu mistik bir açılım videomla sağollaşıram. Həyatınızda möcüzə və gözəl möcüzələrin çox olmağını arzu eləyirəm. Əgər siz də mənim videomu bəyəndinizsə, mənə dəstək üçün bəyənib mənim səhifəmi izləməyi unutmayın. Burada məcburiyyət yoxdur, sadəcə məsləhət və necə deyim, məşvərət var. Gələn videolarda görüşmək diləyi ilə sizə bol, xoş möcüzəli günlər arzu edirəm.